Azərbaycan Dövlət Neft Şirkətinin 2025-ci ildə satışdan əldə etdiyi 86 milyard 309 milyon manat gəlirinin 50 milyard 582 milyon manatı və yaxud 58,6% İsveçrənin payına düşüb. Dəqiq Ekspert şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə 6,1% azdır. Ötən il SOCAR-ın Türkiyədəki əsas əməliyyat gəlirləri isə 16 milyard 510 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 71,1% çoxdur. Hesabat dövründə SOCAR-ın Azərbaycandakı satış hesabına gəlirləri 66,7% artaraq 13 milyard 682 milyon manat olub. Ötən il Birləşmiş Ərəb Əmirliklərindəki satış hesabına gəlirləri 8,7 dəfə azalaraq 1 milyard 014 milyon manat, Gürcüstandakı satış hesabına gəlirləri isə 6,9% artaraq 1 milyard 664 milyon manat təşkil edib. Digər ölkələrdəki satış hesabına gəlirləri isə 10,5% artaraq 2 milyard 857 milyon manat olub.